Sabahınız xeyirli olsun. Bəli, Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi bugün də davam edəcək. Bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə növbəti baxış iclası başlayacaq. Hazırki mərhələdə məhkəmə istintaqında subutlar, faktlar araşdırılır və eyni zamanda zərərçəkənlər ifadə verirlər. Ruben Vardanyan isə hələ ki ifadə verməkdən imtina edir. O eyni zamanda dövlət ittihamçılarının suallarını da cavablandırmaqdan imtina edir. Bugün də məhkəmə prosesində növbəti məhkəmənin baxış iclasında subutlar, faktlar araşdırılacaq və biz bu barədə xəbərlərin növbəti buraxılışında tamaşaçılara daha geniş məlumatlar verməyə çalışacağıq. Hazırki informasiyalarımız isə ondan ibarətdir ki, təqsirləndirilən Ruben Vardanyan artıq məhkəmə binasına gətirilir və bir neçə dəqiqədən sonra o məhkəmə zalına daxil olacaq. Və gördüyünüz kimi zərərçəkənlər də artıq buradadılar. Onlar da tədricən məhkəmə binasına daxil olurlar. Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri, o cümlədən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, deportasiya, soyqırma və digər maddələri ilə təqsirli bilinir. Ruben Vardanyanın məhkəmə prosesində hüquqlarını özünün seçdiyi vəkili müdafiə edir. Eyni zamanda məhkəmə prosesində görüntülərdən də göründüyü kimi çoxsaylı zərərçəkənlər iştirak edirlər. Onlar həm məhkəmə prosesində zərərçəkmiş qismində əyləşirlər, həm də ifadə verirlər. Və görüntülərdən də göründüyü kimi artıq Ruben Vardanyan məhkəmənin binasına gətirilir və bir neçə dəqiqədən sonra məhkəmənin iclas salonuna daxil olacaq. Bizim bu saata çatdıracağımız xəbərlər hələlik bu qədər. Biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı tamaşaçıların diqqətinə daha geniş məlumatları çatdırmağa çalışacağıq. Hələlik isə söz sizdə, mərkəzdə, studiyadadır.